Salam olsun hər kəsə. Demək uşaqlar, bu gün sizinlə 4 may 2025-ci il Güvən Nəşriyyatının 11-ci siniflərə keçirdiyi blok imtahanının biologiya suallarına baxacağıq. Demək başlayaq birinci sualdan. Birinci sualda bizə deyir ki, qrafikdə x-in yerinə yazıla bilər. Yəni x-in nə olduğunu tapmalıyıq. Baxırıq qrafikə. Ağız boşluğunda x yəni azalıb. Mədədə sabit qalıb, nazik bağırsaqda da parçalanmaya məruz qalıb. Baxırıq, ağız boşluğunda uşaqlar, söhbət ağız boşluğundan gedirsə, ağız boşluğunda yalnız karbohidratlar qismən də olsa kimyəvi təsirə məruz qalır. Yəni burada A variantında olan bitki yağı, Y variantında olan zülal, C variantında olan süd yağını atırıq. Yerdə qalır hansı variant? D ilə B variantı. Və biz onu da bilirik ki, ağız boşluğunda nişasta tüpürcəkdəki amilaza fermentinin təsirindən parçalanmaya məruz qalır. Və mədədə nişasta parçalanmır, nazik bağırsaqda isə artıq qlikozaya qədər parçalanır. Yəni, bir də cavabımız D variantı. 2-yə baxırıq. Verilmiş proseslərin hansında hüceyrələr mitoz bölünmə ilə yaranmır? Zoğun eninə böyüməsidir. Rüşeyimin kisəsində yumurta hüceyrənin əmələ gəlməsi, toxum düzərməsi zamanı rüşeyim gövdəciyin inkişafı, bunlar hamısı mitoz bölünmə ilə yaranır. Və kökün uzunluğa böyüməsi də mitoz bölünmə ilə yaranır. Yalnız tozluqda mikrosporların əmələ gəlməsi isə, necə deyərlər, meyoz prosesi nəticəsində yaranır. Necə biz əsasən tozlanma dərsində, mayalanma dərsində bunu biz keçmişik. Və orada deyirdik ki, çoxlu mitoz bölünmə yolu nəticəsində ana hüceyrələr yarandı və həmən ana hüceyrələr meyoz yolla bölünərək haploid xromosom yığımlı mikrospor əmələ gətirdi. Biz bunu mayalanma dərsində demişdik. Və 2-də cavab D variantı olacaq. 3-cü suala baxırıq. 3-cü sualda bizə deyir ki, verilmiş xüsusiyyətlərdən hansına görə bir heyvanın onurğasızlara və ya onurğalara aid olduğunu bilmək olar. Deyir ki, hansı xüsusiyyətlərə görə heyvanı, belə deyək, bilmək olmaz, üzr istəyirəm. Deyir ki, aid olduğunu bilmək olmaz. Yəni, hansı xüsusiyyətlərə görə onurğalı və yaxud da onurğasız, yəni bunların hər ikisinə aid olduğunu bilmək olmaz. Baxırıq. Sinir sistemi yoxdur. Biz bilirik ki, sinir sistemi yalnız, məsəl üçün, lap ibtidai heyvanlarda olmaya bilər. Yəni, bunu ayırt edə bilmərik. Bax, sualda bizə deyir ki, verilmiş xüsusiyyətlərdən hansına görə bir heyvanı onurğasızlara və ya onurğalara aid olduğunu bilmək olmaz. Burada bilə bilərik də. Niyə? Sinir sistemi yoxdur. Biz bilirik ki, ali məməli heyvanlarda, ümumiyyətlə heyvanların əksəriyyətində sinir sistemi var. Yalnız ibtidai heyvanların bəzilərində müşahidə etmirik. A variantı olmaz. Baxırıq B-yə. Qeyri-cinsi yolla çoxalır. Yenə də biz bilirik ki, heyvanların onurğalıların hamısı demək olar ki, cinsi yolla çoxalır. Qeyri-cinsi yolla çoxalan isə əksər bəzi onurğasız heyvanlardır. Baxırıq C-yə. Qığırdaq və sümük toxumalarına malikdir. Qığırdaq və sümük toxumalarına malik olanlar əsasən necə deyərlər, məməli, ümumiyyətlə onurğalıları aid eləmək olar da bura. D variantına baxırıq. Döş boşluğunu qarın boşluğundan diafraqma ilə ayrılır. Bu da məməlilərə aid olan bir xüsusiyyətdir, yəni onurğalılara aid olan xüsusiyyətdir. Qapalı qan dövranı var. Bax, bu qapalı qan dövranı həm onurğasızlarda, həm onurğalılarda var. Yəni, bu xüsusiyyətinə görə biz bilmərik, bu onurğalardan danışır, yoxsa onurğasızlardan danışır. Məsəl üçün, onurğasızlara aid olan soxulcanın qan damar sistemi qapalıdır və üzü bir yana olan, məsəl üçün, balıqlardan tutmuş, tam məməlilərə qədər hamısının da qan dövranı nədir? Qapalıdır. Yəni, bu qapalı qan dövranının olmasına görə biz bilə bilmərik ki, bu onurğasızlardan danışır, yoxsa onurğalılardan danışır. Ümid edirəm ki, fikrim sizə aydın oldu. Aydın olmayan nə olsa, şərh bölməsinə yazarsınız, əlavə izah verərik. 4-ə baxırıq. 4-də deyir ki, DNT molekulunda sitiozin azot əsası, ortofosfat turşusu qalığı və dezikriboza sayıları arasında hansı münasibət doğrudur? İlk öncə onu deyim ki, dezikriboza ilə orta fosfat turşusunun qalığı həmişə bir-birinə nə olur? Bərabər olur.
Və molekulda, DNT molekulunda da 4 növ azot əsası var. Hansıdır o azot əsası? Adenindir, DNT molekulunda timindir, guanindir, sitiozindir. 4 növdür. Və bunlardan da bu yalnız sitiozini göstərir. Deməli, fosfat turşusu qalığı dezokrizozaya bərabərdir və böyükdür nədən? Sitiozindən. Ümid edirəm ki, aydın oldu. Baxırıq 5-ci suala. İnsanın böyrək arteriyasına nisbətən böyrək venasında qatılığı çoxdur. Uşaqlar, böyrək arteriyasına deyir ki, nisbətən böyrək venasında qatılığı çoxdur. Nəyinsizcə? Karbon qazının. Çünki böyrək arteriyasında artıq qan gəldi böyrəklərə, böyrəklərdə qan süzüldü və nə olur? İfrazat orqanlarına gəlir də. İfrazat orqanlarında gələn də, məsəl üçün, burada glikoza da, amin turşular da bunlar geriyə sovrulma baş verir və qatılığı ən çox olan nə qalır? Karbon qazı qalır. Baxırıq 6-cı suala, yəni 5-də cavab A. 6-cı suala baxırıq. Verilmiş fikirlərdən hansı səhvdir? Bütün şibiyələrdə göbələk hifi olur. Bəli, bütün şibiyələrdə göbələk hifi olur. Bilirik ki, şibiyələr avtotrof orqanizmlər və göbələklərdən təşkil olunmuşdur. Yəni onların bir-biri ilə qarşılıqlı təsiri ilə əmələ gəlmişdir şibiyələr. Şampion çox hüceyrəlidir. Bəli, şampion çox hüceyrəlidir. Həm də ki, papaqlı göbələkdir də. Papaqlı göbələk və çox hüceyrəlidir. C variantına baxırıq. Bütün göbələkləri adi gözlə görmək mümkündür. Səhvdir. Bütün göbələkləri adi gözlə görmək mümkün olan şey deyil. Çünki həm göbələklərin çox hüceyrəli, həm də ki, bir hüceyrəli nümayəndələri var. 7-ci suala baxırıq. 7-ci sualda da bizdən şəkilə əsasən uyğunluğu müəyyən etməyimizi istəyir. Baxırıq, şəkildəki mürəkkəb refleksdir və A variantı ilə reseptor sahə göstərilir. Yəni 1-ə A, 1-ə A olan variantlara baxırıq. Aha, 1-ə A, 2-yə baxırıq. 2 nədir ki? Hissi neyron. Hissi neyron. Deməli, burada hissi neyronu artıq D ilə göstərilib. D hissi neyrondur. 3-ə baxırıq. B nədir? 3-də. Hərəki neyron. Aha, 3-də B orada göstərilən B hərəki neyrona aiddir. Daha sonra 4-də də C. 4 də ara neyrona aiddir. Yəni reseptor sahə, hissi neyron, deməli hissi neyron, ara neyron, bir də nə? Hərəki neyron. Ardıcıllıq bu cür olacaq. Hansı variant uyğun gəlir? 1-ə C, 2-yə D uyğun gəlir. 3-ə də B, C variantına uyğun gəlir. Təkrar edirəm. Reseptor sahə, hissi neyron, hissi neyrondan sonra hissi neyronla hərəki neyron arasında əlaqə yaradan ara neyron, daha sonra isə 4-də də orada olacaq C variantı. Baxırıq 8-ci suala. 8-ci sualda bizə deyir ki, hepatit C virusunda hansı nukleotidə rast gəlinməz? Uşaqlar, hepatit C virusu RNT tərkibli virusdur. RNT tərkibli virusda isə timin olmur. Urasil azotlu əsas olur. Yəni, DNT molekulunda əgər, yazıram, DNT molekulunda əgər azotlu əsaslar adenin, timin, guanin, sitiozindirsə, RNT molekulunda isə adenin, timin əvəzinə urasil, guanin, sitiozin. Aydın oldu? Deyirəm ki, başa düşdük. 9-cu suala baxırıq. 9-da isə bizə valideyn fərdlərinin genotipi müəyyən edin göstərilir. Ağ xoruzla qara toyuq çarpazlaşdırılıb, mavi cücələr alınıb. Deməli, burada əgər ağ toyuqla qara toyuğun çarpazlaşmasından mavi cücələr alınıbsa, bu demək ki, qeyri-tam dominantlıq təşkil eləyir. Yəni, qeyri-tam dominantlıqda dominant fərd resessivin üzərində tam hökmranlıq eləyə bilmir. Yəni, Loro dilində desək, tam sözün keçirdə bilmir. Ona görə də, deməli, əgər biz baxırıq, deməli, ağ xoruzun, məsəl üçün, deyək ki, genotipi olmalıdır, məsəl üçün, A və yaxud da qara
toyuğun genotipi olmalıdır AA. Ağ xoruzun da genotipi olmalıdır. Məsəl üçün, belə deyək, AA. Bunların da çarpazlaşmasından alınmalıdır nə? Mavi xoruz. Yəni, burada cavab C variantı. 10-cu suala baxırıq. 10-cu sualda bizə deyir ki, əgər hüceyrədə xloroplast və hüceyrə divarı mövcuddursa, bu hüceyrəyə aid ola bilər. Uşaqlar, çiçəkli bitkilərə aiddir də. Çünki çiçəkli bitkilərin hüceyrə divarı mövcuddur və xloroplastı var. Məsəl üçün, burada saprofit göbələklərdə ümumiyyətlə xloroplast yoxdur. Çox hüceyrəli heyvanlarda da, yəni burada hüceyrə divarına rast gəlinmir. Heyvanlarda da, bəzi heyvanlarda düzdür, xloroplast var, amma hüceyrə divarı heyvanlarda rast gəlinmir. Ona görə də 10-cu sualda cavab C variantı. Yəni, çiçəkli bitkilərdə həm hüceyrə divarı, həm də xloroplasta rast gəlinir. 11-ci suala baxırıq. Deməli, deyir ki, çiçəkdə 2 qat mayalanmada bilavasitə iştirak edən erkək qametlərin ümumi sayı 16 olmuşdursa, bu çiçəyin aid olduğu bitki verilənlərdən hansı ola bilər? Biz bilirik ki, ümumiyyətlə 2 qat mayalanma zamanı erkək qametlərin sayı 2 erkək qamet yumurtalığa daxil olur. 16 deməli qametlərin sayı 16-dırsa, deməli burada bir yumurtacığa fikir verin. Bax, bir yumurtacığı tutaq ki, bir toxumun əmələ gəlməsi üçün 2 spermi lazım olursa, 16 sperm neçə toxumun əmələ gəlməsi üçün lazımdır? 8 dənə. Biz tapdıq ki, yumurtalığın 8 dənə yumurtacığı var. Deməli, bu variantlardakı olan bitkilərdən hər hansısa biri çox toxumludur. Yəni, baxırıq variantlara. Qarğıdalı. Qarğıdalı bir toxumlu quru meyvədir. Buğda bir toxumlu qurudur. Günabaxan eynən, yəni bir toxumludur. Zəncirotu bir toxumludur. Yeganə kələmdir ki, kələm burada çox toxumludur və buynuz meyvədir. Cavabımız olacaq kələm. 12-yə baxırıq. Deməli, verilmiş bitkilərdən hansıların çiçək yanlığı bir növ strukturlardan təşkil olunub? Uşaqlar, çiçək yanlığını bir növ strukturlardan təşkil olunan dağ layləsi ilə inci çiçəyidir. Yəni, bunlarda çiçək yanlığı əsasən sadə çiçək yanlığı adlanır bunlar. Yəni, eyni cür yarpaqcıqdan təşkil olunmuşdur bunlarda çiçək yanlığı. Yəni, burada cavab 1 ilə 3. Birləpəllər sinifinə aiddir. Onu da deyim ki, dağ layləsi ilə inci çiçəyi. Baxırıq 13-cü suala. 13-cü sualda bizə nə göstərir? Yetkin qıcı. Yetkin qıcıdan sporangi. Biz bilirik ki, qıcının yarpaqlarının altında sporangilər olur. Sporangilərin içində Y sporları olur. Sporlar haploid xromosom yığımına malikdir. Deməli, baxırıq indi Y-i biz bildik ki, Y nədir? Sporlardır və haploid xromosom yığımına malikdir. İndi bizdən düzgün fikir istəyir. Baxırıq, Y qamçılara malik olan hüceyrədir. Y spordur, spor da qamçılara malik deyil. Baxırıq, B variantı deməli bizim cavabımız deyil. Y-dəki Y-ə baxırıq, Y variantında. Y meyoz bölünmə nəticəsində yaranır. Aha, bəli, Y meyoz bölünmə nəticəsində, yəni sporangilərdə meyoz bölünmə nəticəsində sporlar yaranır. Yaxşı, indi X-a baxaq. Erkək, biz burada cavabı bildik, Y variantıdır. Nə dedik? Dedik ki, X zigotdur, yəni erkək və dişi qametlərin birləşməsindən əmələ gəlir. İndi zigota aid olan xüsusiyyətlərə baxırıq. X haploid xromosom yığımlı olur. Yox. X yəni diploid xromosomlu olur. Yəni ki, baxırıq. X-a aid olan başqa X D variantındakı yetkin bitkinin üzərində inkişaf eləyir. Xeyr. X ayrıca protalın üzərindən neyiniyir? İnkişaf eləyir. Yəni, ümumiyyətlə, burada cavabımız Y variantı. 14-cü suala baxırıq. Dövsüzlüyü poliplodiya üsulü ilə aradan qaldırılmış tetraploid hibridin yarpaq hüceyrəsinin nüvəsi 44 xromosomludur.
Bu hibridin əmələ gəlməsində iştirak edən bitkilərin birinin kökünün böyümə zonası hüceyrəsindəki nüvəsində 20 xromosom varsa, digər bitkinin erkək qametinin neçə xromosom olduğunu tapın. Deməli, biz baxırıq burada nəyə? Ümumiyyətlə, lövhəni siləyik. Aha. Deyir ki, dölsüzlüyü aradan qaldırılmış tetraploid hibridin yarpaq hüceyrəsinin nüvəsi 44 xromosomudur və somatik hüceyrə gedir də bu. Deməli, 4n bərabərdir 44-ə. Dölsüzlüyü aradan qaldırılmamışdan əvvəl isə bunda 2n bərabərdir 22 xromosomu olub və dölsüzlüyü aradan qaldırıblar, eləyiblər 44. İndi bu 22 xromosom nədir? Dölsüzlüyü aradan qaldırılmamışdan əvvəl idi. Yəni, indi məsələnin davamına baxırıq. Deyir ki, bu hibridin əmələ gəlməsində iştirak edən bitkilərdən birinin kökünün böyümə zonası hüceyrəsinin nüvəsində 20 xromosom varsa, deməli, 2n bərabərdir 20, n bərabərdir 10. Bunun tapdıq, ikinci bitkinin qametinin sayını 10 tapdıq. Yəni, burada kökün böyümə zonası hüceyrəsinin nüvəsində 20 xromosomlu varsa, onun qametində deməli 10 dənə xromosom var. Və digər bitkinin erkək qametini tapmaq istəyiriksə, nə edəcəyik? Əvvəlki bitkinin, yəni erkək və dişi qametdən əmələ gələn bitkinin, diploid bitkinin, yəni 22-dən, deməli, lövhənin 22-dən çıxacam bunun qametin, bu bitkinin qametin, tapacam digər bitkinin qametinin sayını. Ümid edirəm ki, aydın oldu. Burada da cavab 12, yəni A variantı. 15-ə baxırıq. İşıq şüaları insan gözündən torlu qışıya çatana qədər, verilənlərdən hansından keçmir? Uşaqlar, kör ləkədən keçmir. Variantlarda elə kör ləkə, yəni adamın gözünə daha çox çarpır. Yəni kör ləkədən keçmir. Çünki orada sinirlərlə, necə deyərlər, sinir çıxdığı yerdir kör ləkə. Və orada reseptorlar olmur. Yəni orada çöpçüklər və kolbacıqlar olmur. Ona görə də burada cavab 15-də cavab B variantı. Digərlərindən isə keçir. 16-ya baxırıq. Xlorofilə malik olmayan avtotrof canlılar hansı erada yaranmışdır? Uşaqlar, arxeya erasında yaranmışdır. Burada cavab, bu əsasən, bu 16 tipli suallar əsasən əzbər tipli sualdır. O xronoloji cədvəl var, gərək onu əzbərləyəsiniz. İndi baxırıq 17-ci suala. 17-ci sualda bizə deyir ki, əgər şimpanzenin gövdə skeletində 62 sümük vardırsa, bu sümüklərin təqribən neçə faizi cüt sümüklərdir? Uşaqlar, biz bilirik ki, ümumiyyətlə gövdə skeletində qabırğalardır cüt sümüklər. Və şimpanzenin 13 fəqərəsi var. Gövdə fəqərəsi var. Gövdə, üzr istəyirəm, yəni döş fəqərəsi var. Yəni, baxın, 13 döş fəqərəsinə, hərəsinə bir cüt qabırğa birləşir. Yəni 26 qabırğa birləşir. Və bunun gövdə skeletində 62 sümücü vardırsa, bu sümüklərin təqribən neçə faizi cüt sümüklərdir? Təqribən bunu da 13 dənə döş fəqərədirsə, hər döş fəqəriyə bir cüt qabırğa birləşirsə, yəni burada artıq qabırğaların sayı 26-dır. Niyə qabırğa? Çünki qabırğalar cüt sümüklərdir. 26-ya da x faiz. Buradan da x hardasa təqribən 42 faiz tapmaq olar. Yəni 26-nı vururuq 100-ə, bölürük 62-yə, tapırıq təqribən 42 faiz. Yəni 17-də cavab nədir? B variantıdır. 18-ə baxırıq. Deyir ki, ifadələrdən hansının şəkildəki heyvanların hamısına aid etmək olar? Hamısına aid olmanı istəyir bizdən. Qanın tənəffüs orqanlarından oksigenlə zənginləşir. Qanı tənəffüs orqanlarında oksigenlə zənginləşir. Xeyr, bunu hamısına aid eləmək olmaz. Çünki burada məsəl üçün soxulcan göstərilib şəkildə və soxulcanın xüsusi tənəffüs orqanı yoxdur. B-yə baxırıq.
Qanı bədən boşluğundakı maye ilə qarışır. Xeyr, bunu da hamısına söyləmək olmaz. Yenə də soxulcanın qan damar dövranı qapalıdır. C-yə baxırıq. Ürək boşluğunda yalnız arterial qan olur. Xeyr, yəni buradakı şəkillər ürək boşluğunda yalnız arterial qan olan nə olur? Deməli, göl ülbüzü ilə çay xərçəngində olur. D-yə baxırıq. Qanı qidalı maddələrin daşınmasında iştirak eləyir. Bəli, buradakı olan göl ülbüzü, may böcəyidir və yaxud da hər hansı bir böcəkdir. Necə deyirlər, soxulcandır, çay xərçəngi. Bunların hamısında qanın qidalı maddələrin daşınmasında iştirak eləyir. Y variantına baxırıq. Yəni burada cavab D variantıdır. Y variantına baxırıq. Vena damarları ilə ürəyin arterial qan qayıdır. Vena damarları ilə ürəyinə arterial qan qayıdan heyvanı isə yalnız burada göl ülbüzüdür. Ona görə də burada cavab D variantıdır. 19-a baxırıq. Verilən mülahizələrdən hansılarını bütün məməlilərə aid etmək olar? Uşaqlar, bütün məməlilərdə mayalanma daxildir. Bunu da yadınızda saxlayın. Boğazlıq məsəl üçün dövrü uzun olur. Xeyr, boğazlıq dövrü bütün məməlilərdə uzun olmur. Əsasən dəyişkəndir bu. Elə eynən də çoxlu sayda bala verməyi də. Məsəl üçün xırda məməlilər var. Onlar çoxlu bala verir. Məsəl üçün iri məməlilər isə az bala verir. Burada cavab əsasən mayalanma daxildir. D variantını götürəcəyik. 20-yə baxırıq. Yox, 20-yə. Deməli, 20-də deyir ki, Aveisman sıçanlardan bir neçə nəsil almış və hər nəsildə balalarının quyruğunu kəsmişdir. Lakin buna baxmayaraq quyruğu kəsilmiş sıçanlardan doğulan balalar quyruqlu olmuşdur. Bununla o, hansı alimin əlamətlərinin nəslə keçməsi haqqında fikirləri təkzib etmişdir. Əlbəttə ki, burada Lamarkdan söhbət gedir. Yəni, Lamarkın fikirlərinin təkzib etmişdir. Lamark nə demişdi? Demişdi ki, Lamark orqanların məşqi nəticəsində orqanlar inkişaf eləyir. O zürafələrdən əsasən bəhs eləmişdi orada. Zürafələrin boynunun uzanmasından, məsəl üçün, buradan yadınıza salın bəhs eləmişdi. Dedi ki, ağaclardan yarpaqları qırmaq üçün zürafələr o qədər boyun uzatmışdı. Loro dilində deyirəm də, boyun uzatmışdır. Axırda inkişaf eləyərək o ağaclara boyları çatmışdır və yarpağı dərmişdir. Boyları çatmayanlar isə təkamül nəticəsində, təbii seçmə nəticəsində sıradan çıxmışdır. Və bu fikir də yanlış fikirdir. Ona görə də burada cavab olacaq A variantı. 21-ə baxırıq. 21-də deyir ki, protozos deyil. Uşaqlar, burada enterobiozdan söhbət gedir. Xəstəliklərə burada baxacağıq. 22-də yaranmasında deməli, böyük yarımkülərə qabığının alın payı iştirak eləyir. Uşaqlar, alın payı iştirak eləyir yaranmasında şifahi nitqdən yazılı nitqin. Aydın oldu. Bu da kitablarda əzbər formadadır. Gələk bunu da əzbərləyəsiniz. 23-ə baxırıq. Cavaba əsasən X plus Y plus Z-in bizdən cəmini istəyir. Söhbət zolaqlı kərtənkələdən gedir. X qan dövranı sayı. Lütfən siləyik. X qan dövranı sayı. Uşaqlar, zolaqlı kərtənkələdə qan dövranı sayı 2-dir. Yəni X-imiz bərabərdir 2-yə. Ürəyindəki kameraların sayı 3-dür. Y bərabərdir 3-ə. Ürək boşluğundakı qan növünün sayı arterial, venoz, qarışıq qan. Bu da Z də bərabərdir 3-ə. Bunların da cəmi eləyir 8. Cavabımız 8. 23-də 8. 24-ə baxırıq. Kişi orqanizmində əsas bədən boşluqlarında kəllədir, döşdür, qarındır, çanaq yerləşən və axacağı olan vəzləri seçin. Deyir. Axacağı olan vəzləri seçin. Baxırıq, qaraciyər. Bəli, qaraciyərin yerləşir qarın boşluğunda və axacağı da var. 2-yə baxırıq, ağız suyu vəzləri. Ağız suyu vəzləri yerləşir, məsəl üçün, ağız boşluğunda. Buna aid eləmirik. 3-ə baxırıq. Böyrəküstü vəzlər. Böyrəküstü vəzlər yerləşir qarın boşluğunda, amma bunların xüsusi axacaqları olmur. 4-ə baxırıq. 4-də toxumluqlar heç boşluqda yerləşmir. 5-ə baxırıq. Mədə-altı vəzi. Bəli, mədə-altı vəzi də qarın boşluğunda yerləşir və bunun axacaqları mövcuddur. Yəni 24-də cavab 1 və 5-dir. 25. 25-ə baxırıq.
25-də deyir ki, çift haqqında səhv mülahizələri seçin. Cinsiyyət hormonu hazırlayır. Bu düzdür də, çift cinsiyyət hormonu hazırlayır. Bəli, səhv mülahizələri istəyir bizdən. 2. Hamiləlik başlayan kimi rüşeym ilə ana arasında əlaqəni təmin eləyir. Xeyr, hamiləlik başlayan kimi xeyr. Bu döl dövründə artıq başlamağa başlayır. 2, deməli 2-ni götürürük. 3, baxırıq. Göbək ciyəsi ilə dölə birləşir. Bəli, göbək ciyəsi ilə dölə birləşir. 4, ana ilə dölün qanını qarışdıraraq mübadilə prosesini həyata keçirilir. Xeyr, ana ilə dölün qanı heç vaxt qarışmır. Yəni, burada da cavab götürürük. Nə götürürük? 2 ilə 4-ü götürürük. 5-ə baxırıq. Oksigenin ananın qanından dölə ötürülməsini təmin eləyir. Bəli, bu da düzgün fikirdir. Cavab oldu 25-də 2 və 4. 26. İnsanın mitoxondriləri anadan yumurta hüceyrə vasitəsilə. Baxın. Bax, insanın deyir ki, mitoxondriləri anadan yumurta hüceyrə vasitəsilə keçir. Yəni uşağa. Hüceyrə mərkəzi isə atadan spermatozoid vasitəsilə alır hüceyrə mərkəzin uşaq. Buna əsasən düzgün bəndi müəyyən eləyin. Uşaqlar, biz bilirik ki, anadan cinsi xromosomlar X, atanın cinsi xromosomları X, Y-dir. Bunu biz bilirik. Ta ki 8-ci sinifdən bilirik bunu. İndi baxırıq. Ziqotun yaranmasında iştirak edən Y cinsiyyət xromosomlu hüceyrədə sentriollar olmur. Uşaqlar, Y cinsiyyət xromosomlu hüceyrə əsasən, necə deyərlər, erkək hüceyrədir də, yəni oğlan uşağı olacaq da bu. Sentriollar olmur. Bu əsasən yanlış fikirdir. Çünki sentriolları olur. Çünki hüceyrə mərkəzi atadan spermatozoid vasitəsilə alır hüceyrə mərkəzini. Deməli, Y nədir? Olan hüceyrədə sentriollar olur. İndi 2-yə baxırıq. X cinsiyyət xromosomlu hüceyrədə hərəkət orqanı ola bilməz. Ola bilər. Niyə ki? Atadan X keçsə, ola bilər. Yəni, hərəkət orqanı ola bilməz deyir. Bu, əsasən səhv fikirdir. Ola bilər. 3-ə baxırıq. X cinsiyyət xromosomlu hüceyrədə sentriollar ola bilər. Bəli, biraz əvvəldə dediyim kimi ola bilər. 3-ü götürürük. Y cinsiyyət xromosomlu hüceyrədə hərəkət orqanı olur. Bəli, spermatozoidlərdə əgər Y olsa, X-la Y-in anadan da X gəldi. Atadan Y getdi. Bu olacaq nə? Oğlan uşağı. Oğlan uşağında da spermatozoid var və spermatozoiddə nədir? Hərəkət orqanı olacaq onun da, quyruğu. 5. Yəni burada 3, 4 götürürük. Bir də 5-ə baxırıq. X cinsiyyət xromosomlu hüceyrədə mitoxondrilər ola bilməz. X cinsiyyət xromosomlu hüceyrədə niyə ki mitoxondrilər də ola bilər? Anadan X gəlir axı. Cavab burada deməli 3 ilə 4-dür. İndi baxırıq 27-yə. Hani 27? Aha. 27 uyğunluqdur. Lövhənsilər. Burada aparaq bu yana. 27 deməli uyğunluqdur. Baxırıq. Saçaqlı kök sisteminə malikdir. 1-dən 2 hər ikisi saçaqlı kök sisteminə malikdir. Çəkili bitkidir hamısı. Meyvəyanlığı qurudur 1. İndi baxırıq. Həmin saçaqlı kök sisteminə malikdir. Həm də meyvəyanlığı qurudur. 1-ə görə hansı gedəcək? Burada əsasən meyvəyanlığı quru olan qarğıdalıdır. Bir toxumlu quru meyvədir. Bir də dağ lələsini götürə bilərik. 2-yə baxırıq. Yəni A-na, bax 1-ə AC yazıram. 1-ə AC. 2-yə baxırıq. Saçaqlı kök sisteminə də malikdir. A1 ləpəllərdir, saçaqlı kök sisteminə də malikdir. Deməli, 2-yə baxırıq. Çiçək qrupu sadə salxımdır və saçaqlı kök sisteminə malikdir. Çiçək qrupu sadə olan
sadə salxım olan və sasaqlı kök sisteminə malik olanı incitsəyin götürə bilərik. 2-yə oldu Y. 3-ə baxırıq. 3-də deyir ki, meyvəyanlığı qurudur. Çiçək qrupu sadə salxımdır. Əsasən meyvəyanlığı qurudur tur və çiçək qrupu deməli və burada da deməli D ilə də B-ni 3-ə kələmi götürə bilərik. Burada da üstdə də D ilə B. Bunlar əsasən uşaqlar. Burada başa düşməməli bir şey yoxdur. Yəni kitabı oxumaq lazımdır, əzbərləmək lazımdır və testlərdə də tətbiq eləmək lazımdır. İndi keçirik situasiya tipli suallara. Baxırıq. İndi deyir ki bizə, insanda 28-ci suala aiddir də bu, hə. İnsanda böyük və kiçik qan dövranı zamanı karbon qazının qandakı maddə miqdarının dəyişməsi qrafiki verilmişdir. Deyir ki, böyük və kiçik qan dövranı zamanı karbon qazının qandakı maddə miqdarının dəyişməsi qrafiki verilmişdir. Aha, verilib. Qrafiklər verilib. 1 və 2-ci qrafiklər verilib. Aha. Karbon qazının miqdarı getdikcə artır 1-ci qrafikdə, karbon qazının miqdarı getdikcə azalır 2-ci qrafikdə. Və qrafiklərə baxan kimi, karbon qazının miqdarının artıb azalmasına baxan kimi artıq biz bilirik ki, burada hansı böyük qan dövranıdır, hansı kiçik qan dövranıdır. 1-ci qrafikdə əgər karbon qazının miqdarı artırsa, bu olacaq böyük qan dövranı. 2-ci qrafikdə karbon qazının miqdarı azalırsa, bu olacaq kiçik qan dövranı. Böyük qan dövranı zamanı nə olurdu? Böyük qan dövranı zamanı ürəkdən deməli sol mədəcikdən çıxan təmiz qan bədəni bütün qidalandırırdı, hüceyrə və toxumaların qidalı maddələri verirdi, oksijeni verirdi, karbon qazını alırdı və gəlirdi tökülürdü sağ qulaqcığa. Qısa olaraq dedim. İndi 28-ə baxırıq. Bir rəqəmi ilə qeyd olunmuş qrafikdə. Baxın, indi biraz əvvəl dediyim şey. Qan dövrəni ürəyin hansı kamerasından başlayır və hansı kamerasında bitir? Uşaqlar, yenə də deyirəm. Bir damarı ilə göstərilib böyük qan dövranı. Böyük qan dövranı da başlayır ürəyin sol mədəciyindən, bitir ürəyin sağ qulaqcığında. Yəni sol mədəcik və sağ qulaqcıqda bitir. Necə olur? Sol mədəcikdən aorta vasitəsilə getdi, kapillyarlardan mübadilə getdi, aşağı boş vena ilə də gəldi töküldü hara? Sağ qulaqcığa. Oradan da getdi sağ mədəciyə. İndi 28-i dedik. Başladı sol mədəcik, bitdi sağ qulaqcıqda. 29-a baxırıq. 2 rəqəmi ilə qeyd olunmuş qrafikdə, 2 rəqəmi ilə də qeyd olunmuş qrafik kiçik qan dövranında. Artıq burada qan təmizlənmək üçün gedir hara? Ağciyərlərə. İndi baxırıq. 2 rəqəmi ilə qeyd olunmuş qrafikdə X, Y, Z ilə müvafiq olaraq hansı damarlar qeyd olunmuşdur? Uşaqlar, X ağciyər arteriyasıdır. Yəni, həm də ağciyər kötüyü də deyə bilərik ona. Oradan karbon qazı ilə zəngin olan qan çıxdı. Y kapillyarlar deyə bilərik. Mübadilə prosesi baş verdi. Z də ağciyər venaları ilə gəldi, töküldü hara? Sol qulaqcığa. Aydın oldu. Yəni, X olacaq ağciyər arteriyası və yaxud da ağciyər kötüyü, Y olacaq kapillyarlar, Z də olacaq ağciyər venası. Onu da qeyd edeyim ki, uşaqlar, xüsusən yadınızda saxlayın. Ağciyər venası, normalda vena damarlarının içində venoz qan, arterial damarların içində arterial qan olur. Amma ağciyər venası, bir də ağciyər arteriyası var. Ağciyər arteriyasının içini istisna deyiblər. Ağciyər arteriyasının içindən venoz qan keçir. Ağciyər venasının içindən isə arterial qan olur. Aydın oldu. Nəyi də başa düşməsəz şərh bölməsinə qeyd edərsiniz. 30-cu suala baxaq. Deyir ki, X-la işarə olunmuş damarlarda. X-la damar işarə olunmuşdur. Ağciyər arteriyası və ya ağciyər kötüyü. Ürəyin mədəciyi arasında yerləşən qapağın adını yazın. Uşaqlar, damarla belə deyək, mədəciyi arasında yerləşən qapaqlar aypara qapaqlarıdır. Yox, ürəyin qulaqcığı ilə mədəciyi arasında yerləşən qapaqlar isə paylı qapaqlardır. Yəni, X-la işarə olunmuş damarla ürəyin mədəciyi arasında yerləşən qapağın adı aypara qapaqdır. Sualımızın bir hissəsi hazır. Əgər müəyyən zaman ərzində bu qapaq 90 saniyə açıq vəziyyətdə qalmışdırsa,
90 saniyə açıq vəziyyətli lövhəni silək. 90 saniyə açıq vəziyyətdə qalmışdırsa, əgər bu qapaq 90 saniyə açıq vəziyyətdə qalıbsa, demək ki, məddəciklər işləyib də. Deməli, məddəciklər stolasıdır bu. Məddəciklərin stolası da biz bilirik ki, 0.3 saniyədir. Normalda 0.8 saniyə sikildə 0.3 saniyə işləyirsə, 90 saniyədə nə qədər ürək sikilini buradan taparıq? Hardasa burada. Görək nə deyir məsələdə. Ürəyin mən zamanı burada asıq qalmışdırsa, bu zaman ürəyin ümumi diastolası neçə dəqiqə vaxt sərf olunduğunun həllini yazmaqla hesablayın. İndi mən uzun yolla getdim. Tapırıq buradan x-i 240. 240-ı burada tapdıq. Və baxın 0.8 sikil şəraitində 240-ı yadınızda saxlayın. 0.8 sikil şəraitində ürəyin ümumi diastolası 0.4 olursa, yaxşı, 240 sikildə ürəyin necə deyirlər, ümumi diastolası nə qədər olar? Buradan nəyi tapırıq? Buradan da tapırıq 120-ni. 120-ni tapdıq. 120-ni də burada da bizə onu da deyim, diqqətli olun uşaqlar, bax, neçə dəqiqə ilə soruşur. Biz burada tapdıq saniyə ilə. 1 dəqiqəmiz 60 saniyədirsə, 60 saniyədirsə, 120 saniyəmiz isə nədir? 2 dəqiqədir. Yəni, burada cavab 30-da 2-dir. Ümid eləyirəm ki, hər şey aydın oldu. Yenə deyirəm, aydın olmayan şeyləri şərh bölməsinə qeyd edin. Bacardığımız qədər baxıb, əlavə olaraq izah verərik. Çox sağ olun uşaqlar. Diqqətinizə görə minnətdaram.